Bugünkü dərsimiz alkanların alınmasıdır. Alkanların alınması birinci. Burada yəni görünür. Çəkil, aha. Alkanların alınması. En asandan başlayaq. Karbon, üstəgəl hidrogen. Alınır CH4. Karbon 4 valentlidir. Əlbəttə ki 4 dənə hidrogen atomunu birləşdirə bilər. İkinci, doymamış karbohidrogenin üstünə əgər biz hidrogen gəlsək, bunu doymuş hala gətirərik. Doymuş hal o deməkdir ki, CnH2 üstəgəl 2 halına gətirərik. Tam doymuş o deməkdir ki, Cn, n dənə karbon özünə 2 üstəgəl 2 sayda hidrogen birləşdirə bilər. Doymamış karbohidrogende hidrogen azdır ki doymayıb. Amma hidrogen gəlib doydurursan şu onu. Məsələn, bax məsələn Cn, H2n üstünə hidrogen gəlsəm, bu gəlib bura birləşər də Cn, H2n üstəgəl 2 doymamış idi. Hidrogen gəldim, doydurdum. Və yaxud bunu belə də göstərə bilərik. Deyək ki, C2H4 C2H4-ün üstünə hidrogen gəlsə nə alınır? Tam doymuş hala gətirilməsi üçün CnH2-nə gətirək. C2H6 ola bilər başqa bir doymamış karbohidrogen olsun. CnH2 çıx 2. İndi bunlar nədir? Bundan sonra keçiləcək. Üstünə bir düşünək görək neçə mol hidrogen gəlsən. Bax, tam doyması üçün mən alkana çatdırmalıyam. Deməli, bax, CnH2 çıx 2-dir. Bunun bu üstəgəl 2 olması için, onda 2 mol hidrogen gərək ki, bunun üstünə 4 gələndə CnH2 üstəgəl 2 olsun. Məsələn, C2H2-ni, məsələn, mən bunun üstünə 1 mol hidrogen gəlsəm, tam doydura bilməyəcəm. Alınar C2H4. Axı doyması için alkana çatmalıdır. C2H6 olmalıdır. Amma 2 mol hidrogen gəlsə C2H6, burayı tam doydurmaq lazımdır. Bunları doymamış karbohidrogenləri keçəndə deyəcəyim, amma burada da deyək. Karbonla hidrogenin reaksiyasından doymamış karbohidrogenlərin hidrogenlə reaksiyasından doymuş karbohidrogen ala bilərik. Şimdi bunun məsələn biri qalsın, hələlik bunu silim. Sonra üçüncü, karbidlərin, biz hələ karbid qeyri kimyada keçməmişik ki, orada keçəndə deyəcəyik, amma buradan da deyək. Bax, metalla oksigen oksid adlanır. Metalın hidrogenli birləşməsi hidrid. Oksidaşma dərəcəsində keçdikdə hidridlərdə hidrogen -1-dir. Metalla kükürt olanda sulfid. Metalla azot nitrit. Metalla sonra nə var? Kükürt sulfidon dedi. Metalla xlor xlorid. Metalla karbon karbid adlanır. Karbid. Yəni bax, iki testdə ancaq 2 dənə karbid düşür. Kalsium C2, kalsium karbid belə yazılır. Bax, bu 4 valentlidir ya, bu 2 valentlidir. Əslində belə olmadı. İxtisar gedəndə bura 2 düşməliydi. Çarpaz düşür. Amma bunun formulunu bilin ki, quruluşuna görə kalsium C2 yazılır buna. Bu kalsium karbiddir. Alüminium karbid belə yazılır. Alüminium 3 valentlidir, bura yazılır. Karbon 4 valentlidir, bura yazılır. Bu da alüminium karbiddir. Karbidlərin su ilə reaksiyasından su H2O-da yazılır. HOH-da. Bax, bu bundan birləşər. Kənarlar OH-la, ortalar da 1. Bu kənar yenə OH-la, ortalar da 1. Sizcə bu kimyəvi reaksiyanın hansı tipidir? Dəyişmə və ya mübadilə. Elə deyil. İndi bax, nə alınır? Kalsiumdan OH birləşəndə alınır. Oradan görünürmü? Aşağıda görünməsə deyin. Kalsiumdan OH birləşəndə OH görürəm ki, buradan 1 valentlidir. Heç nə düşmür. Kalsiumda 2 valentli olduğunu bilirik. Buradan da bax, alüminiumla OH birləşəndə alüminium OH, deyirəm OH görürəm ki 1 valentlidir, alüminiumda 3 valentlidir. Üstəgəl. Bax, burada da karbonla hidrogen birləşir, burada da karbonla hidrogen birləşir. Amma yuxarıda asetilen qaz alınır, aşağıda metan qaz alınır. Deyəsiniz, niyə? Axı, burada da karbonla hidrogen birləşir, burada da karbonla hidrogen birləşir. Niyə birində ayrı qaz, birində ayrı qaz? Diqqətlə baxın. Kalsium 2 valentli metaldır. Müsbət 2 yazdıq mı? Bu müsbət 2 olanda, bu da bilirik axı, -1 olmalıdır. Cəbri cəmi 0-dır. Alüminium 3 valentli metaldır. Müsbət 3-dür mü? Müsbət 12. Bu da müsbət -12 eləməsi üçün -4. Hidrogen bilirik, bu asetilen qazdır, sonra keçiləcək. Müsbət 2-dir mi? Bu da -2 olmalıdır. Hidrogen müsbət 1-dir, bu da -4 olmalıdır. İndi baxaq. Bax, karbidlər su ilə reaksiyaya girən zaman ya metan qazı alınır, ya asetilen qazı alınır. Əgər karbiddə karbon oksidaşma dərəcəsi -1-dirsə, -1 olan asetilen qazı alınır. Əgər karbiddə karbon oksidaşma dərəcəsi -4-dirsə, bu zaman -4 olan
metan qazı alınır. Yəni bu bizim hal-hazırda dərsimizə aidiyyatı yoxdur. Axı biz alkanın alınmasını keçirik. Deyəsə heç burada alkan alınmadı ki. Yəni sabah biz deyək ki, burada karbidlər su ilə girəndə metan qazı alınır. Sabah bu karbid düşər, axı bundan alınmır. Ona görə deyirik buna. Karbid su ilə girəndə, karbiddə karbon oksidaşma dərəcəsi -1 isə, -1 olan asetilen qazı, karbon -4 isə, -4 olan metan qazı alınır. Belə də əzbərçilik kimi də yadda qala bilər ki, C2-ni gördünüzmü? Avtomatik bilin ki, C2H2 olan. Yəni karbid su ilə girəndə ya C2H2 alınır, ya CH4. Deyin ki, C2 varmı orada? Yanına da bir dənə H2 gətirin, C2H2. Lap oksidaşma dərəcəsini hesablamasaz. Amma digərində CH4 alınacaq. Yəni alüminium karbidin su ilə reaksiyasında metan qazı alınır. Dördüncüsü, CO və hidrogenin adı su qazı və ya sintez qazı adlanır. İndi sizə bir şey deyim, düzdür, biz hələ hidrogen elementləri keçməmişik də. Biz keçəndə, amma elə belə testlərdə qabağımıza çıxdıqca deyim ki, o su alınanda belə alınır da. Bunun adı nə idi? Bu qazın adı nə idi? Bunun adı nə idi? Güruldayıcı qaz. Hidrogen dərsində keçəcək, amma testlərdə də qabağımıza çıxır deyə deyirik. Yəni su hidrogen və oksigen reaksiyaya girəndə 2 həcm hidrogen, 1 həcm oksigenlə girir, su alınır. Bu zaman pak-pak deyə səslər çıxdığına görə güruldayıcı qaz belə yazılır. Yəni, xanlar, güruldayıcı qazın tərkibi qazlar qarşılığından ibarətdir. Hidrogen qazı və oksigen qazından ibarətdir. Həmçinin bunu sonra keçirəcək, bu da həmçinin keçirəcək. Yenə deyək, CO və hidrogen su qazı və ya sintez qazının tərkib hissəsidir. Deməli, su qazı qazlar qarşılığından ibarətdir. CO və hidrogendən ibarətdir. Su qazıyla istənilən alkan almaq olar ki, bu da benzin sintin üsulu adlanır. Su qazı əsasında alkanların alınması benzin sintin üsuludur. Ürəyimiz istəyən alkan alına bilər və üzvü reaksiyaların əksəriyyətində su da alınır. İndi əmsallaşdıraq. Karbon N-də nədir? Karbon N-də nədir? Oksigen N-də nədir? Oksigen N-də nədir? Hidrogenə baxın. Hidrogen 2-nin üstə gəl 2, üstə gəl 2-nin. 4-ün üstə gəl 2-dir də hidrogen. Burada da 4, o hidrogeni ayrı yaz. Burada da 4-ün üstə gəl 2 olmalıdır da. 2-nin üstə gəl 1 yazaq ki, 4-ün üstə gəl 2 eləsin. Yadda qaldı. Sonra Oradan amma istədiyimiz alkan alınır. İstənilən alkan alına bilər, hə. 5-ci, üzvü turşuların duzlarına. Deyərsiniz ki, üzvü turşu nədir? Biz heç qeyri-üzvü turşunu hələ keçməmişik. Amma qısaca deyim də, üzvü turşunun bir də istənilən bir radikal yazaq, metil, etil, nə istəyirsə yazaq da, nə istəyir, üçlü butil, ikili butil. Və yanında üzvü turşular keçəcək ki, tərkibdə COOH olur. Amma hidrogeni çıxarıb yerinə metal yazarıqsa, hər hansı bir metal, o duz olur. Necə ki, bax, qeyri-üzvü kimyada keçəcək ki, bu xlorid turşusudur. Turşudan bir dənə hidrogeni çıxarıb yerinə metal yaz, natrium xlorid duz alınır da. Bütün üzvü turşuların tərkibində COOH olur, karboksil qrupudur. Üzvü turşuların duzlarına, yəni COOH, H-ı çıxar, metal yaz. Bir də radikal yazmışam, COO. Məsələn, üzvü turşunun natriumlu duzuna natrium OH-la təsir etməyinə, kalium olsa kalium OH-la təsir edərək alkan alırıq. Necə alınır? Hidrogen qalsın çöldə. Buradan da COO-dan yumrulayıram ki, bu ortalar bir-birləşir. Natrium 2 dənədir, natrium 2, karbon 1 dənədir, oksigenlə birləşir, oksigen 3. Üstə gəl, hidrogen də, bu ortalar çıxdı, gəlib birləşir, bax buna CH4. Biz alkanın alınmasından danışırıq da, alkan alınır. Ola bilər bunu biraz belə formada verərlər. Bu indi sadəsidir. O belə başqa birisini yazaq. CH3, COO natrium, oradan görünür. COO natrium, üstə kalium da ola bilər, yenə deyirəm. Amma kalium olsa kalium OH gələcək. Nə alınır? Eyni məntiqdir. Natrium odan COO-ya qədər yumurlar ki, natrium 2, CO3. Natrium karbonatdır bu, üstə gəl. Baxın, nə alınır? Bu hidrogen qaldı mı? Bu çıxıb baxı buradan. Hidrogen gəlib birləşir buna. Alınır CH3, CH2, CH3. Bu çıxıb, bunlar birləşir. Bunun adı nədir? Ən uzun zənciri seçirəm. 1, 2, 3. Radikal zad yoxdur ki bunda. Sadəcə deyəcək propan. Bunları bir də izah edeyim, silim, sonra əsas səhiyyə keçək. Alkanların alınması, bu bir üsul. Karbonla hidrogen girəndə, karbon əlbəttə 4 valentlidir, CH4. Doymamış karbohidrogenlə hidrogenlə reaksiyaya girəndə doymuşa gətirib çatdırmalıyıq alkana.
Karbidlərdən alüminium karbidin su ilə reaksiyasından metan qazı alınır. Kalsium karbidin su ilə reaksiyasından asetilen qazı alınır. Bu da oksidaşma dərəcələri ilə bağlıdır. Su qazı CO və hidrogendən ibarətdir. Su qazı əsasında və sintez qazı əsasında, sintez qazı demək olar. Sintez qazı əsasında istənilən alkan almaq olur ki, üzvü reaksiyaların əksəriyyətindən də su alınır. Bu da benzin sintin üsuludur. Üzvü turşuların natriumlu duzlarına, natrium OH-la və kaliumlu duzlarına, kalium OH-la təsir etməklə almaq olar bunu. Başqa bir üsul da var, sonra qoy buram pozun. Cüt sayda karbonu olan alkanın cüt sayda karbonu var. Məsələn, C4H10 mu yazaq, C8H18 mi yazaq alkandır. Bunu cracking eləsək, cracking nə deməkdir? Yüksək temperaturda qızdırırıq bunu. Cüt sayda karbon olan alkanı yüksək temperaturda qızdıranda karbonun sayının yarısına bərabər olan alkan alınır. Karbonun sayının yarısı, yəni C2, C2 uyğun alkan hansıdır? H6. C2H6 və bunun bunu çıx. Yerdə nə qaldı? C2H4. Biz də indi bunu 1-2-3 dərsə keçəcəyik ki, bu alkendir. Hələ bilmirik alken olduğunu. Sadəcə bunu bilək. Alkanlar yüksək molekulu crackingindən alkan və alken alınır. Və alkenin qafiyəsinə baxın. Alken 2N. Alkeni keçəndə deyəcək ki, CnH2n formulunda. Amma alkan CnH2 üstə gəlir 2 idi. Amma alken CnH2n. Alken 2N. 2N-dən o üzə getməsin. Alken 2N. Yəni bax, yüksək molekulu alkan cracking eləyəndə karbonun sayının yarısına bərabər alkan, həmin o yarısına bərabər, yəni buradakı karbon sayına bərabərsə alken alınır. Bunun yarısı C4H10, C4-ə uyğun alkan, C4-ə uyğun alken, C4H8. Yəni bunu tam 2 hissəyə parçaladıq. Çatdı nə dedik? Bu da belə alkanların alınmasından bunları yazıq. Alkanların alınmasının ən məşhur alınma üsulu, Ayşələr üzünüzü göstərin, bilim ki, yatmamısınız. Alkanların alınmasının ən məşhur üsulu Würz reaksiyası. Alimin adı Würz olub, o kəşf edib, öz adını verib. Almaz görürsünüzmü? Nərgiz görürsünüzmü? Murat, hə. Ən məşhur alınma üsulu Würz reaksiyası. Bunu adınız, familiyanız kim bilməlisiniz. Niyə? Ən məşhur üsulu ona görə deyirəm ki, testdə 100 dənə məsələ varsa, onun 80-90-ı Würz reaksiyasıdır. Deməli, görün Würzün önəmi nə qədərdir. Yəni, alkanlardan əgər qəbula düşə biləcək, məsələn, əgər deyək ki, deyirəm, 3 dənə alkan sualı düşmüş olsa, onun bilin ki, biri 100% alkan, Würz reaksiyasıdır. Würz bütün hər yerdə, testlər işlərdə görəsiz, qabağda çıxacaq. İndi Würz reaksiyası ilə alkanı necə alırıq? Würz reaksiyası ilə alkanı almaq üçün testdə deyil, Würz reaksiyasını göstərin, qaydaya qulaq asın. Alkil necə yazılır? Alkanın bir hidrogen çarpı. H2 alkanın bir hidrogen çarpı. Alkil monohalogenli türəməyə. Mono bir dənə deməkdir. Halogen də fluor, xlor, brom, yod. Ürəyin istəyən birini yaza bilərsən. Alkil monohalogenli. Bir də hələ bunu keçməmişəm bir şey deyim. Simmetrik odur ki, 2 tən bərabər S bölünən, amma qeyri-simmetrik odur ki, Nuray, 2 tən bərabər S bölünə bilməz. Elə deyil. Məsələn, bax yazıram. CH3 Nərmin deyəcək. Bax, bir dənə bunu yazmışam. Bunda da 4 karbon var. Bunda da 4 karbon var. Bunların hansı simmetrikdir? Simmetrik odur ki, tən bərabər hissəsi, yəni 2 dənə bərabər hissədən ibarətdir. Nuray, hansı? Birinci. Bunu tən bərabər hissəyə bölmək olar. CH2, bu da CH3'dür. CH2, CH3. Amma bunun harasını bölüb? 2 dənə tən bərabər hissəyə bölmək olmur axı. Simmetrik 2 tam bərabər hissəyə bölünəndə, qeyri-simmetrikdəki simmetriyası yoxdur, bərabər deyil. Belə çıxırmı ki, uşaqlar tək sayda, məsələn 3 karbonu, 5 karbon, 7 karbon və s. Tək sayda karbonu olanı biz 2 bərabər hissəyə bölə bilmərik axı. Çatdı nə deyirəm? Tək sayda karbonu olan alkanlar hökmən qeyri-simmetrikdir. Amma bu o demək deyil ki, cüt sayda karbonu varsa hökmən simmetrikdir. Yox. Bunda da 4 dənə karbonu var. Bunda da 4 dənə karbonu var. Yəni, cüt sayda karbonu olan alkan simmetrik də ola bilər, qeyri-simmetrik də ola bilər. O baxır, zəncirində gərək cüt olsun. Həm də konkret zəncirdə cüt olmaqla yox, belə baxın. Cüt sayda karbon olan simmetrik də ola bilər, qeyri-simmetrik də. İndi, keçirəm Würz reaksiyasında. Würz reaksiyasını göstər nə deməkdir? Alkil.
Monohalogenli flor, flor, brom yoddan birini yazın. Monohalogenli türəmən üzərinə natrium və ya sink metalı gələndə testlərdə natrium verilir. Natrium metalı gələndə nə olur? Bax, bu çıxır burada. Natriumdan birləşir. Reaksiyaların getmə ardıcıllığına baxın. Natrium flor oldu mu? Əlimə baxın. Xlora qədər nə var köçürürəm. Bax, deyirəm CN. H2-nin üstə gəl 1 köçürdüm mü? Xlor yoxdur. Xlorun üstünə qatda simmetriyasını. Yəni, bunu rabitə yazıram. CN, H2N, üstə gəl 1. Xlora qədər nə var? Qatladım üstünə də simmetrik alkan aldım. Məsələn, bax yazıram. Sadədən mürəkkəbə doğru yazacağım. Lövhədə görünməyəndə deyim, markeri dəyişim. Buradan görünür. Məsələn, CH3 məsələn xlor. Brom olsun, fərqi yoxdur. Üstünə natrium gəl. Qayda nədir? Xlor çıxır burada. Natrium xlor, üstə gəl. CH3 xlor yoxdur da, qatda üst tərəfinə. CH3. Bu alkanın adı nədir? Nömrələr. Xət çəkirəm ki, bu etandır. Bildiniz nədir ya uşaqlar? Və bir damcı qəlzin eləyək, hər tərəfli eləyək. Məsələn, xlor, CH3, burada xlor. Alkildir. Alkil haradan bildim? Xloru tut, denə hidrogen çıxarmışanda bu alkildir, radikaldır. Bunun üstünə natrium gəlsək, nə alınar? Xlor çıxır buradan. Natrium xlor. Xlora qədər nə var? Köçür. Bax, yuxarını köçürəcəm. CH3. Burada xlor idi, elə deyil. Burada bayaq necə idi? Xlor idi də, qatladım özünə. Bunu qatlayıram özünə. CH3. Xlor hardadsa həmin üstünə qatlar. Adı nədir? Ən uzun zəncirmə baxın. 1, 2, 3. Sən belə get, sən belə. Fərq yox. 4 oldu da. 1, 2, 3, 4. Adına baxın. 2, 3. Dimetil. 4 alıdır ki, butan. 2, 3 dimetil butan alınır. Aydın oldu. Və yaxud bir dənəsində yazın bundan. Və yaxud CH3. Buradadır xlor. Məsələn, və yaxud biraz uzadım. CH3 yazın. Üstünə natrium gəlir. Yenə mahiyyət eynidir də xlor çıxır. Natriumdan birləşir. Natrium xlor üstə gəl. Xlora qədər nə var köçürüm? CH3, CH3, aşağıda da CH3. Xlor var idi burada. Xloru yenilir ki, bunu qatda bura. Qatlayanda qalır C. Bu C'yə CH3, bu C'yə CH3. Tam yəni bunu qatdalasan üst-üstə düşdüyündə bir-birinə bərabər olur. Adı nədir? Ən uzun zənciri seçirəm. 1, 2, 3, 4. Beynəlxalqla deyirəm. Yox. 2, 2, 3, 3 tetrametil. Zəncirin adı butan. Deməli, Würz reaksiyasını göstər. Alkil monohalogeni birləşməyə natriumla təsir eləyəndə hökmən simmetrik alkan alınır. Əgər bir dənə alkil halogen, bir dənə də bu alkil halogenin, bir dənə alkil halogenindən natrium girəndə bircə dənə alkan alınır, özdə simmetrik alkan alınır, simmetriyası. Würz reaksiyasında əgər bir dənə alkil halogenit götürmüşəmsə 2 maddə alınır. Bir üzüm maddə alınır, alkan üzüm maddədir, düzdür kimi keçirir. Bunda karbon yoxdur axı, bu da qeyri-üzüm maddə alınır. Bir üzüm, bir qeyri-üzüm. Amma Würz reaksiyasında bir dənə alkil halogenit götürsəm bir alkan alınır da, 2 dənə alkil halogenit götürsəm 3 dənə alkan alınır. Məsələn, bax. Deyək ki, yazıram ki, CH3, CH3, xlor, üstə gəl. Məsəl üçün, C2H5 xlor, üstə gəl natrium. Bizim qayda nədir? Xlorlar çıxır, natriumdan birləşir. Natrium xlordan, natrium xlor 2 yox ha, onu əmsallaşdırıb düzəldəcəyik. Üstə gəl. Nə baş verir? Əlimə baxın. Bir dəfə bunun simmetriyası alınır. CH3, C, yuxarısına CH3, burası CH3. Xlor olan yerə bunu qatlayım. Qatlayanda C, bu C'yə CH3, bu C'yə burasına CH3, bu C'nin yuxarısına CH3. Bir dəfə bunun simmetriyası alınır. Üstə gəl. Bir dəfə bunun simmetriyası alınır. C2H5, C2H5. Bir dəfədə qeyri-simmetrik alınır ikisinin cəmi. İkisinin cəmi nədir? Xlorlar buradan qopub da. Bunu gətir cala bura. İkisini bir yerdə cəmlə. Deyirəm, bax yazıram. CH3, C, yuxarıda CH3, xlor çıxıb axı. Bu xlor çıxıb, 2 dənə yarım çıxıb calayım bir yerə. C2H5. Deməli, Würz reaksiyası ilə əgər bir dənə alkil halogenit götürsəm, yalnız bir dənə alkan alınır, simmetrik alkan alınır.
Bəs virus reaksiyasından qeyri-simmetrik alkan almaq mümkündürmü? Mümkündür. 2 dənə alkil halogenit götürsəm, onda 3 dənə alkan alınır. Bir dəfə bunun simmetriyası alındı. Bir dəfə bunun simmetriyası alındı. Bir dəfə də ikisinin cəmi qeyri-simmetrik alkanı da almaq olar. İkisinin cəmi. Hə, nə var ki, adlandır da. Adlandır. Bunu adlandırırsan zəncir ilə. 2-2, 3-3 tetrametil butan. Gələk buna. Nömrələ, bax. 1, 2, 3, 4. Bunun adı sadəcə butandır. Butan. Bunu nömrələ. 1, 2, 3, 4. 4 karbonu var da. 1, 2, 3, 4. 2, 2 dimetil butan. Daha bunun adı nədir? Dietil zat demirsən. Ha? Nömrələyirsən, deyirsən ki, butandır bu. Aydın oldu nə dedik? Burada mən nə deyib bir də Deməli, virus reaksiyası ilə bir dənə alkil halogenit götürsəm, neçədən alkan alındı? Bir dənə simmetriyası alındı. Bəs 2 dənə alkil halogeniti götürsəm, birləşdirirəm bir dənə. 3 dənə alkan alınır. 4 maddə alınır. Biri qeyri-züddə, natrium kloru, o heç. 3 dənəsi də üzvü alınır. Bir dəfə bunun simmetriyası, bir dəfə bunun simmetriyası, bir dəfə də ikisinin cəmi qeyri-simmetrik. Qeyri-simmetrik alkan da almaq olar. Virus reaksiyası yalnız alkanların alma reaksiyası da. Virusda alkin, nə bilim, sikloalkan zad yox. İmmunla virus reaksiyası ilə alkan almaq olur. Başqa heç bir üzüm maddə alınmır. İndi almaz deməsin. Yəni keçən olmuşsa sən də demə. Yadına düşər bəlkə. İndi məsələn bax sual veririk. 4 karbonu olan alkanı almaq üçün. Bu alkanda 4 karbonu var. Neçə karbonunu girməlidir? Radikalın içində neçə karbon olmalıdır? 2 olmalıdır ki 2 dəfə artsın da bu. Elə deyil. Virus reaksiyasında karbon zənciri, karbonun sayı 2 dəfə artır. 1 karbonu girirsə 2 karbonunu alınır. 2 karbonu girirsə 4 karbonu alınır. Yəni 4 karbonunu almaq istəyirəmsə 2 karbonunu girməlidir. Yəni 6 karbonunu Nuray almaq istəyirəmsə neçə karbonunu girməlidir? 3 ilə olan radikal girməlidir ki 6 karbonunu alınsın. S2 karbonunu almaq üçün, yox, 2 karbonunu almaq üçün neçə karbonunu girməlidir? 4. Bir Düzdür mü? dənə. 1 girməlidir ki 2 alınsın da 2 dəfə artsın. Elə deyil. Demək 4 karbonunu giribsə neçə karbonunu alınar? 8. 2 dəfə artdı. Veriləndə ki hansı reaksiyada karbon zənciri uzanır? Virus reaksiyasında 1 karbonu girər 2 alınar, 5 girər 10 alınar. Alınar bildin nə dedi? İndi sualı belə veririk. 3 karbonunu almaq üçün nə girməlidir bəs? 6. Girə bilmir. Girə bilər. Girə 1.5 yoxdur axı. 1 və 2 olan nümayəndələr girməlidir ki, ikisinin cəmi 3 eləsin. Qeyri-simmetrik alkanı almaq istəyirəmsə 3 qeyri-simmetrik daha. Hökmən 2 dənəsi girməlidir. Nələrinsə cəmi 3 eləsin. C1 olan alkil radikalı maddəsi ilə C2 olan radikallı maddə. Bildiniz nə dedim? İkisinin cəmi 3 olsun da, burada izah elədiyimiz kimi. 5 karbonunu almaq istəyirəm. Neçə karbonunu girsin? 2, 3 və ya 1, 4. 1, 4. Bildin? 5-i qeyri-simmetrik almaq üçün hökmən 2 götür. Fərqi var, 3-cü götürür ya da 1-4-ü götürür. Fərqi yoxdur. Fərqi yoxdur. Yəni ki, ya 1-4 karbonunu götürməliyim, ya 2-3 karbonunu. Baxır, indi görür sualda nə deyir, hansı maddə alınır, ona baxırıq. Amma 4 karbonunu almaq üçün elə 2 karbonu C2 götürsəz, bəsiniz. Yəni 4-ü almaq üçün 1-2 də götürə bilərsə, yəni simmetrik almaq üçün elə bir dənəsi olsa bəsdir. Qeyri-simmetriki hökmən 2 dənə götürməliyik. Buradan belə çıxır ki, desin Ömər, hansı alkanı virus reaksiyası ilə almaq olmaz? Bir düşünək. Virus ilə ancaq alkan alınır, başqa üzv maddə alınmır. Bəs hansı alkanı almaq olmaz? Metanı almaq olmaz. Niyə? Bax, 2 karbonunu almaq üçün 1 karbonunu girməlidir. 3'ü almaq üçün 1 ilə 2 girməlidir. Elə deyil. 4'ü almaq üçün 2 karbonunu girməlidir. 5'i almaq üçün ya 1, 4 ya 2, 3 girməlidir. Amma 1 karbonunu almaq üçün 0,5 karbonunu yoxdur axı. Nəyini 2 qatı 1 eləyir? Yoxdur axı alkan. Bildiniz nə deyirəm? Virus reaksiyası ilə metandan başqa Nuray bütün alkanları almaq olar və yalnız alkan almaq olar. İndi bu sualın cavabını Nərgiz buradadır. Nərgiz oraya getdi. İndi sual nəsə verirdin? Nədən danışdım mən? Yadımdan çıxdı. Virüs, nəsə virüs yazırdınız.
Hə. Metandan başqa bütün alkanları almaq olur. Bütün alkanları. Yəni alkandan başqa heç birini almaq, virüsdən ancaq alkan alınır. İndi 1 C2H6 2 Nuray deyəcək, diqqətlə qulaq asın. C3H8 3 CH4 4 C4H8 C5H10 Nuray, bu maddələrdən hansıları virus reaksiyası ilə almaq olmaz? Virusla hansı maddələr alınır? Yalnız alkan almaq olur. Yalnız alkan. Bir dənə alkan almaq olur. Belə yazılır. Cavab 3 ilə 4. Niyə? Niyə? Bilirəm ki, alkandan bunu almaq olmur. Onu bildim. Bu alkan deyil axı. Çatdı nə deyirəm? Bu alkan deyil. Alkan olsaydı C5H12 olardı. İminli alkanlar alınır. Seyin H2-2 formuluna malik olsun. Bu seyin H2 indi, alkan deyil bu. Aydın oldu nə dedi? Sabah testdə bu verilməz, bu verilmir. Məsəl üçün deyirəm. Hansı maddəni virüsdən almaq olmur? Uşaq da deyir ki, metan almaq olmur. Cavabda metan yoxdur. Yəni səhv düşüb. Səhv zad düşmür. Alkandır, alkandır, bu alkan deyil. Bunu almaq olmaz. Bildiniz? Alkanların alınmasından nəyi bilmədiniz? Deyin bir də başa salın. Alkanların alınmasını. İndi keçirik kimyəvi xassəsinə. Kimyəvi xassəsi o deməkdir ki, olsun da, nə olsun ki? Sənki neçədədir? 11'i 1'in yarısı. 11'in 1'in yarısı. Hələ gözlə. Bir 5 dəqiqə qutarıb narahat olma. Onsuz da 8-dən ona bizim haqqımızdır da. Deməli, alınması. Kimyəvi xassələr. Kimyəvi xassə ilk anlayışda keçmişik. Nə deməkdir? Maddənin başqa maddələrlə reaksiyaya girməsi. Alkanın alınmasından danışırıqsa, ortadan sağ tərəfdə alkan alınmalıdır. Alkanın kimyəvi xassəsindən danışırıqsa, alkan nə ilənsə girməlidir. Girdiyi reaksiyaları yazmalıyam. Birincisi, alkanlar doyublar. Doymuş olduğuna görə hidrogeni daha birləşdirə bilməzlər. Maksimum hidrogeni var şey. Alkanlar bromlu suyu dediyi axı rəngsizləşdirmirlər. Yəni reaksiya girmir, heç bir yeni əmələ gəlmir. Alkanlar doyub axı kalium permanganatlı suyu, yəni marqaysovkanı rəngsizləşdirmirlər. Aydın oldu nə dedik? Bunlarla reaksiya girmirlər. Alkanların girdiyi reaksiyalara baxaq. Alkanlar izomerləşmə reaksiyasına girir. Özü izomerləşmə, karbon 4-dən başlayır da izomerləşmədə. Butandan başlayır. Metan, etan, propan izomerləşməyə girmir. İstənilən bir alkanı yazsaq, istənilən bir alkan. Məsələn, butan yazıram, pentan olar, heksan olar. İzomerləşmə reaksiya alüminium xloridin katalizatoru ilə gedir. Katalizatorda hələ keçməmişiksə bir-iki həftəyə keçəcəyik. Katalizator odur ki, reaksiyanın sürətini dəyişir, amma özləri sərf olunmur. Reaksiyanın sürətlə, elə bilin ki, yemək pişirirsiniz, məsəl üçün deyirəm, qazın xodunu biraz da artırırsınız. Yəni onu biraz da yeməyin pişməsini sürətləndirir də, özü sərf olunmur ki, yeməyin içine qaz qoymadıq ki biz. İndi alkanlar izomerləşmə reaksiyasından katalizator iştirak ilə gedir. Bu zaman bu alkanın izomeri alınır. 4 karbon var mı? 4 karbon olan alkan yazarıq. Bir və sonuncudan şaxa çıxara bilmərəm. Çünki o zəncinin içinə girəcək. İstənilən izomerləşmə reaksiyasında maddənin izomeri alınır. Bu 1. 2. Bu tarafa, bu tarafa. Getdi. Get götürmə dərsin ortası. Deməli, İkincidə alkanlar, məsələn, bayaqları bundan dediyi, məsələn, yüksək molekullu alkanların krekingindən, alkandır bu, krekingindən karbonun sayının yarısına bərabər olan, nələrlə girir onu yazırıq. Yarısına bərabər olan alkan, karbonun sayının yarısına bərabər olan alkin alınır. Üçüncü, alkanlar hər hansı bir alkan yazın. Belə C4H10 yazın, nə bilim C2H6 yazın və s. Oxun üstündə nəsə veriləndə bilin ki, katalizatordur. Alkan üzərinə hidrogen gəlmək olmur. Alkanlar hidrogenləşmir. Amma alkandan hidrogeni qoparmaq olur. Yəni alkan dehidrogenləşir. Dehidrogenləşdirək də C4, H8 də yaza bilərik, H6 da yaza bilərik. Yəni hidrogeni qopar da, 1 mol hidrogeni qoparsan, 2 mol mu qoparsan,
Alkanlar hidrogenləşmir. Maddədən sonra hidrogen gəlmə hidrogenləşmədir. Maddədən hidrogeni qoparmaq dehidrogenləşmədir. Yəni dehidrogenləşirlər. Orası C yalnızsınız. C4. C4 isə C4H8 alınır. C5 isə C5 ilə olanı alınır. Dördüncü bab, bir dənə bu reaksiyanı əzbər bilməliyik. Metan 3 temperaturda parçalanır. 3 temperaturda. Biri 1500 dərəcədir. Biri 1000 dərəcədir. Biri də 550-600 dərəcədir. Hər üçündə ortaq olan hidrogenin alınmasıdır. Hər üçündə əzbər bütün testlərə bu düşür. Hər üçündə hidrogen alınır. Bəs başqa nə alınır? Orta dərəcəli temperatur. Ortada biri var 500, biri var 1500, biri var 1000. Baxın ki, reaksiya əzbərləmə yolunu bilin. 1000 dərəcədir, yəni orta dərəcəli temperaturda ən asandır. Karbon və hidrogen. Bu karbondur. Karbon və hidrogen alınır 1000 dərəcədə. Ortada yazılma görə yox, Allah burada yazın. Orta dərəcəli temperaturda 1000 dərəcədə. Karbon və hidrogen. Amma temperatur ən böyük olanda hidrogeni ən az olan asetilen qaz alınır. Temperaturu ən kiçik olanda hidrogeni çox olan etilen qaz alınır. C2H6 etandır. Etan. O etandır. C2H4 eten. Axı CN H2N'dir bu. Alkanda etan dedinsə, alkində eten deyəcəyik. Alkin keçəndə deyəcəyik. Alkin keçəndə deyəcəyik etin alınır. Bunun adı etindir. Hələ deyəsə alkin nədir? Bu hələ onları bilməyək. Konkret nəyi bilək? Metan hər 3 dərəcədə parçalananda hidrogen alınır. 1000 dərəcədə ən asandır. Karbon və hidrogen. Deyirsiniz ki, birində C2H4 alınır, birində C2H2. Hansı biridir? Temperatur böyük olanda hidrogeni az olan. Temperatur kiçik olanda hidrogeni böyük olan. Bu reaksiyaları ancaq yazıb əzbərləyirsiniz. Alkanlar birləşmə reaksiyasına girmirlər, doyurlar axı. Alkanlar üçün xarakterik reaksiya əvəz etmə reaksiyasıdır. Əvəz etmə. Diqqətlə qulaq asın. Əvəz etmə nə deməkdir? Məsələn, deyək ki, yazıram ki, alkan. Üstə gəl xlor 2. Bayaq yazmışdıq, alkan nə ilə girmir? Alkan hidrogenlə girmir. Kalium permanganatla girmir. Bromlu su ilə girmir və H xlorla girmir. H xlor, H bromla girmir. Xlorla girir ha. Elə bilərsiniz ki, H xlorla da girir. Yox, H xlorla girmir, xlorla. Alkanlar doyublar, birləşməyə girmirlər. Əvəz oluna bilərlər. Məsələn, deyək ki, sən 2 dilim, 3 dilim çörək yeməklə məsələn doyursan. Deyirəm, bu bulkun da ye, deyirsən, yerim yoxdur da. Mən 3 dilimlə doyuram. Onda deyəcəm, 1 dilim çörəyi yemə, ver mənə. Əvəz elə onu bir dənə bulku ilə. Nəyisə verməlisən ki, sən o yerini əvəz eləyə bilərsən də. Belə yoxsa maksimum doymuş vəziyyətdədir. Alkanlar birləşməyə girmirlər, yalnız xanlar əvəz etməyə girirlər. Özdə bax, izah edeyim, axırda mahiyyətini deyəcəm, nə deməkdir? Mən bunun üzərinə 1 mol xlor gəlirəm, o deməkdir ki, bu da xloru yeyə bilmir də, belə deyir. Deyir ki, mənim 4 valentim var, sərf eləmişəm, əvəz olunacaq. Bir dənə hidrogenden çıxaracaq, xlorun bir dənəsi bura gələcək, əvəz olunacaq. C, H3, bir dənə xlor gəldi bura, xlor. Çıxan bir dənə hidrogenlə qalan bir dənə xlor, H xlor əmələ gətirər. Sonra, bu yanımızı orada görürsünüz. Sonra, məsələn, bununla bunun reaksiyasını yazsam, CH3 xlorun üzərinə xlor 2 gəlsəm, yenə mahiyyət eynidir ha. Xlor gəlirəm ki, sən bir dənə hidrogeni qopar, üstünə bir dənə xlor ye. Alınır CH2, xlorun biri var, biri də üstünə gəl axı. Xlor 2, da xlor yazmıram. Xlor 2, üstə gəl, H xlor. Sonra nə baş verir? Yenə bundan bu girəndə. CH2 xlor 2, Hüseyin, üstünə xlor 2 gəl. Yenə hidrogenin birini qopar, nə qalır? CH, birini qopar ki, xlora verir. Xlor neçə oradan olacaq? 3. İkisi var, birində gəldim, bax, xlor 3. Sonra bunun üstünə, üstə gəl H xlor, hökmən alınır. Axı birləşməyə girmirlər. Sonra bu. CH xlor 3, üstə gəl xlor 2. Zəhra, bunda nə alınar? C xlor 4. Düzdür, C hidrogeni qopar, xlor 4 və H xlor. Aylin, indi bundan bunu. C xlor 4, üstə gəl xlor 2 nə alınar? Girməz. Girməz, yox, dəstəkdir. Bu bunlar reaksiyaya girmir. Niyə girmir? Çünki hidrogeni yoxdur, çıxıb əvəz elənsin. Durub biz C xlor 6 da yaza bilmərik. Karbon 4 valentlidir, necə 6-sını birləşdirsin özünə. Elə şey ola bilməz. İndi bunu belə də yaza bilərik. Bax, bunlar silək. Baxın, bir şeylərdə 2-3 dəqiqəlik şeyimiz qalıb.
Metan üstəgəl 1 mol xlor. Metan üstəgəl 2 mol xlor. Metan üstəgəl 3 mol xlor. Metan üstəgəl 4 mol xlor. Metan üstəgəl 5 mol xlor. Deyəcəm. Etan üstəgəl məsələn 3 mol xlor. Bir də yazıram məsəl üçün etan üstəgəl məsələn 6 mol xlor. Diqqətlə baxın. Metanın üzərinə 1 mol xlor gəlmək o deməkdir ki, hidrogenin bir dənəsini qopar əvəz elə. Əlimə baxın. Bir dənəsini qoparım CH3, əvəz elədim xlor, üstəgəl H xlor. Bunun üzərinə 2 mol xlor gəlmək odur ki, hidrogenin 2 dənəsini çıxar. CH2, 2 dənəsi xlordan əvəz elə. Xlor 2, H xlor. 3 mol gəlmək, 3 dənəsini çıxar. Əlimə baxın, 3 dənəsini çıxar. CH qaldı da. Xlor 3, üstəgəl H xlor. 4 dənəsini gəlmək, 4 dənəni qopar. C, xlor 4 və H xlor. Sizcə 5 mol gəlmək olar? Hayır. 5-dən hidrogeni yoxdur, axı girmir. İndi buna baxaq. Bunun üzərində etandır. Sabah biz metanı izah eləmişik. İndi etana baxırıq. 3 mol xlor gəlmək o demək ki, hidrogenin 3 dənəsini çıxar. C2, H3. 3-ünü çıxardın mı? 3 dənəsi xlorla əvəz edeyim də. Üstəgəl H xlor. Ancaq molada 6 dənə xlor eləməyib. 3 moldusa 3 dənə hidrogeni çıxar ki, 3 mol xlorla əvəz elə. Nuray bura bax. 6 mol gəlmişik isə bunu çıxar. C2 xlor 6 və H xlor. Birincisi bu reaksiyaların hamısı günəş işığının təsiri altında baş verir. Günəş işığı H nü deməkdir. Əgər günəş işığının, əlimə baxın, günəş işığının təsiri altında gedən reaksiyalar radikal mexanizm üzrə gedir. Qaydanı bilin sadəcə. Yəni bizə mahiyyəti açıqlanmır. Deyiləndə ki, radikal mexanizm üzrə baş verən reaksiyaları göstərin. Məsələn, oxun üstündə H-nü olsun. H-nü nə deməkdir? Günəş işığının təsiri altında gedən reaksiyalar radikal mexanizm üzrədir. Amma H-nü olmursa, günəş işığının təsiri altında deyilsə, temperaturda gedirsə, bunlar iyon mexanizmi üzrə baş verir reaksiyalar. Bir dənə bunların adlarına baxın uşaqlar. Bunun adı nədir? Fikir verin. Metil. Məsələn, testlərdə bunlar düşmür. Heç buna baxma. Əsas bizdə testdə bunlar düşür. Metil, xlorid. Metil, xlorid. Necə ki, natrium xlorid demirik, metil xlorid. Və yaxud rasionalla bunu yumurla. Xlor, metan. Karbonu yumurlayıram ki, metan. Gələk buna. Bunun adı metilendi mi? Bir alkan qonşu alkanla metilen qrupu qədər fərqlənir. Metilen, dixlorid. Və yaxud yumurla ki, bu metandır. Dixlor, metan. Bunu yumurla ki, bu metandır. Trixlor, metan. Bunu yumurla. Tetraxlor, metan. Bir də bunun adı nədir? Birinin güvəninə düşmüşdü. Uşaqlar adı, digər adını vərəqdə var, amma oxumamışlar. Bu trixlor metan və ya xloroformdur. Əzbər xloroform. Bir də mən bunun adı var. Xloroform deməli bundan sual nə düşmüşdü? Metan və xlor hansı həcm nisbətində birləşəndə xloroform alınır? Sən də bil ki, xloroform formulu CH xlor 3-dür. Bunda neçə hidrogen çıxır? 3 hidrogenim yoxdur. Deməli metanın üzərinə 3 mol xlor gəlməli, yəni ki, xloroform alınsın. Burada tetraxlor metan. Rasionalla adlandıranda. İndi mən bunu demək istəyirəm ki, uşaqlar, alkanlarda diqqətlə fikrə baxın, bunları deyəndən sonra. Alkanlarda maksimum çəkirəm. Alkanlarda maksimum neçə mol əvəz olunma gedə bilər? 4 mol. Hidrogenin sayı qədər mol. Məsələn, bura baxın, metanda maksimum neçə mol əvəz olunma getdi? 4 mol hidrogenin sayı qədər. Etanda maksimum neçə mol əvəz olunma gedə bilər? 6 mol. Alkanda neçə hidrogen atomu varsa, maksimum o qədər mol sayda əvəz olunma gedər. Hansı alkanda 8 mol əvəz olunma gedə bilər? 8. C3, H8, propan. Və yaxud testdə nə verilir? 2 litr və yaxud 2 mol deyək. 2 mol etanın tam xlorlaşmasına neçə mol xlor lazımdır? 12 mol. Niyə? Bax, etan belə yazılır. Bunun 1 molunun tam xlorlaşmasına 6 mol xlor lazımdır mı? 2 moluna da 12 mol xlor lazımdır. Aydın oldu. Nəhayət ki, yanırlar. Yanmasını da yazaq göstərək. Nəhayət yerinə bilin ki, nəhayət də sonu. Nəhayət ki, yanırlar və
İstənilən üzvü maddə yananda alınır. Karbonla oksigen birləşir. Karbon qazı və su. Əmsallaşdıraq. N dənə karbon var. Burada da N dənə olmalıdır. 2N üstəgəl 2 hidrogen var. Burada da 2N üstəgəl 2 olmalıdır da hidrogenin. Ona görə üstəgəl 1 yazıq. Oksigenə baxın. 2N üstəgəl, bu da N üstəgəl 1. 3N üstəgəl 1 deyilmi? Burada da 3N üstəgəl 1 olmalıdır. Amma 2'ye vursam çox eləyər. Böl 2 yazdım ki, bu 2'lər geçsin. Aydın oldu. Bir də bax, məsələn, qoy metanı da yazım, etanı da yazım, bir də şey deyil. Düzdür, bunları deməsəm də sabah testdə biləcəksiniz. Tez olma yolunu deyirəm. Karbon qazı və su alınır. İstənilən üzv maddə yanında karbon qazı və su. Əmsallaşdım. Bir dənə, bir dənə. 4 dənə, 4 hidrogen. Oksigen 2 üstəgəl 2, 4. Bu da 4. Bunu bildim. 2 karbon var, 2 karbon. 6 hidrogen var, 6 hidrogen. 4 üstəgəl 3, 7 oksigen var. 3, 10'da 5 yazmayayım deyə. Hamısını 2'ye vuraram. Hamısını 2'ye. 4, 6. Mən nəyi demək istəyirəm? Məsələ eləyəndə bilin ki, tək sayda, yəni karbon sayı 1, 3, 5, 7 bu şəkildə. Tək sayda karbon olan alkan yananda qabağına heç bir mol düşmür. Amma cüt sayda karbon olan alkan yananda Amma cüt sayda karbon olan alkan yananda qabağına 2 düşür. Məsələn, 4 karbon olan alkan yanında da 2 düşəcək. 6 karbonu, 8 karbon olan alkan yanında da qabağına 2 düşür. Onu bilməsəz də sabah yazasınız, görəsiniz alınmır 2'ye vurasınız da. Amma elə bu başdan bilək də, cüt sayda karbon alkan, cüt sayda karbon olan alkanın yanmasına gecə söhbət tez qabağına 2 yazın. Tek saydakilara düşməyəcək. Evdə alkanları nöqtə virgülünə qədər əzbər, testləndə ki, başdan oxursa alkanları bir də. Testdən çox verməyəcəm. 1-dən 100'ə qədər. Çünki elə uşaqlar var, 6-cı gün dərsləri var bizdə. 6-cı gün dərsi olan uşağa çətindir, həm üzvüsünü, həm qeyrüsünü. 1-dən 100'ə qədər də kitab burada olsaydı seçib verərdim. İkincisi. Lap ikinci hissə olsun da oradan 100'ə qədər. PDF-i də PDF-i sən at qrupa. Nömrələri atarıq. Hələlik.